Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən Qarabağda quruculuq, böyük qayıdışın ilk addımları mövzusudur. Bilirik ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə nəticələndi. Və bunun nəticəsində işğal altında olan torpaqlarımızın böyük əksəriyyəti Azərbaycana qaytarıldı. 2023-cü ilin antiterror əməliyyatı nəticəsində isə Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və Xocavəndin işğal altında olan torpaqları da tam şəkildə Azərbaycanın nəzarətinə keçdi. Bunun nəticəsində Azərbaycan Respublikası öz ərazisində tam şəkildə suveren hüquqlarını bərpa etmiş oldu. Bilirik ki, Azərbaycan torpaqları uzun illər ermənilərin işğalı altında olmuşdu. İşğal altındakı Dağlıq Qarabağ və ətraf ərazilərdə ermənilər tərəfindən xarabalığa çevrilmişdi. İşğalçılar Azərbaycan xalqına məxsus tarixi, mədəni abidələri məhv etmişdilər, həmçinin burada küllü miqdarda minalar da bastırmışdılar. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan hökuməti xarici ölkələrin jurnalistlərinin işğaldan azad edilmiş rayonlara səfərini təşkil etdi. Və həmin xarici nümayəndələr gördüklərindən işğal altında olan ərazilərdə gördükləri hadisələrdən heyrətə gəldilər. Hətta bir sıra ölkələrin televiziya və qəzet və jurnalları tərəfindən də Dağlıq Qarabağda törədilmiş hadisələrlə bağlı yazılar dərc edilmiş, televiziya verilişləri göstərilmişdi. Bu dövrdə Azərbaycan hökuməti Dağlıq Qarabağa həmçinin UNESCO-nun nümayəndələrini də dəvət etdi. Azərbaycan hökumətinin dəvətinə baxmayaraq, UNESCO-nun nümayəndələri işğaldan azad edilmiş ərazilərə gəlməkdən və mədəniyyət abidələrinə vurulmuş zərəri hesablamaqdan imtina etdilər. Buna görə də 2004-2022-ci illərdə UNESCO-nun xoşməramlı səfəri olan Mehriban xanım Əliyeva tutduğu vəzifədən istefa verdi. Xoşməramlı səfir vəzifəsindən istefa verdi. Qarabağ və Şərqi Qarabağ və ətraf ərazilər işğaldan azad edildikdən sonra burada inzibati bölgüdə aparılmışdır. Bunun nəticəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2021-ci ilin iyulun 7-sində Azərbaycan Respublikasının 14 iqtisadi rayonundan ibarət yeni inzibati bölgüsünü tətbiq etdi. Bunun nəticəsində yaradılan iqtisadi rayonlara Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu da daxil idi. Bunun nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayəti tam şəkil 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildi. Şərqi Zəngəzur iqtisadi rayonuna hansı ərazilər daxildir? Birlikdə xəritədən baxaq, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan əraziləri, Şərqi Zəngəzur iqtisadi rayonuna Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının ərazisi daxildir. Bir daha deyirik, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan ərazilər hansılardır? Kəlbəcərdir, Laçındır, Qubadlıdır, Zəngilan və Cəbrayıl ərazilərdir. Qarabağ iqtisadi rayonuna daxil olan ərazilər hansılardır? Tərtər ərazisidir, Bərdə ərazisidir, Ağdam ərazisidir, Ağcabədi ərazisidir, Xocalı ərazisidir, Xocavənd ərazisidir, Füzuli ərazisidir, Şuşa ərazisi isə bunlar Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdir. Həmçinin işğaldan azad edilən həm Qarabağ iqtisadi rayonu, həm də Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində yaşıl enerji layihələrinin həyata keçirilməsi üçün bir sıra tədbirlər görülmüşdür. Və bunun nəticəsində həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycanın ümumi enerji sisteminə qoşulmuş oldu. Həmçinin burada alternativ enerji sistemlərinin yaradılması üçün də tədbirlər görülmüş. Bir sıra xarici şirkətlərlə bu haqda müqavilə imzalanmışdır.
müqavilə imzalamışdı. İşğaldan azad edilən ərazilərdə Azərbaycan hökuməti tərəfindən böyük quruculuq işləri də həyata keçirilmişdi. İşğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin öz yurdlarına qayıtması Vətən müharibəsindən sonra dövlətin əsas fəaliyyət istiqamətlərindən biri olmuşdu. İşğaldan azad edilmiş ərazilərin, rayonların hər birinin baş planları hazırlanmışdı. 2021-ci ilin yanvarın 4-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Qarabağın bərpasına kömək etmək məqsədi ilə Qarabağa dirçəliş fondu yaradılmışdı. İşğaldan azad edilmiş ərazilərdə ilk infrastruktur layihəsi Laçın rayonu ərazisində qurulmuşdu. 2021-ci ilin fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonuna səfər etdi və bunun nəticəsində işğaldan azad edilən ərazilərdə ilk dəfə olaraq Laçında Güləbrid su elektrik stansiyasının açılış mərasimi oldu. Biraz əvvəl də dedik, bu işğaldan azad edilmiş ərazilərdə ilk infrastruktur layihəsi idi. 2021-ci ilin ortalarında Azərbaycan hökuməti Ermənistandan bir sıra rayonlarının mina xəritələrini aldı. Hansı rayonlardır? Ağdam rayonu idi, Füzuli və Zəngilan rayonunun minalanmış sahələrini Ermənistandan aldı. Lakin bu xəritədə də Ermənistan hökuməti tərəfindən müəyyən qədər yanlışlıqlara yol verilmişdi. İşğaldan azad edilmiş ərazilərdə ilk hava limanı harda fəaliyyətə başlayıb? Füzulidə fəaliyyətə başlamışdı. 2021-ci ilin oktyabrın 26-sında Azərbaycan və Türkiyə Respublikalarının prezidentinin iştirakı ilə Füzulidə hava limanının açılışı olmuşdu. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısı adlandırılır. Qarabağın açarı adlandırılan ərazi Qarabağın açarı adlandırılan ərazi Hadrutdur. Qarabağın üzüç qaşı adlandırılan ərazi isə üzüç qaşı Şuşa. Bir daha yadımızda saxlayaq. Qarabağın açarı adlandırılan ərazi dedik, hansı ərazidir? Qarabağın açarı adlandırılan ərazi Hadrutdur. Qarabağın üzüç qaşı adlandırılan ərazi Şuşadır. Qarabağın hava qapısı adlandırılan ərazi isə Füzuli rayonunun ərazisidir. 2021-ci ilin noyabr ayında Şuşaya 101 kilometrlik Zəfər yolunun açılış mərasimi keçirildi. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etdi. Bu Zəfər yolu hansı rayonların ərazisindən keçir? Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. Həmçinin 2020-ci ilin oktyabrın 20-sində isə Zəngilanın işğaldan azad edildiyi gün Zəngilanda Beynəlxalq Hava Limanının açılış mərasimi keçirdi. Bu açılış mərasimində də yenə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan iştirak etmişdi. 2023-cü ilin avqustunda Prezidentin səfəri çərçivəsində Özbəkistan hökumətinin maliyyə dəstəyi ilə Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, həmçinin Laçında 2 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilmişdi. İşğaldan azad edilən ərazilərdə quruculuq tədbirləri görülən ərazilərdən biri də Kəlbəcər rayonunun ərazisidir. Kəlbəcərdə 2002-ci ildə İsti su mineral su doldurma zavodunun təməli qoyulmuşdu. Bunun açılış mərasimi isə 2024-cü ilin sentyabrında açılışı olmuşdu. İşğaldan azad edilmiş ərazilərdə 3 rayonda beynəlxalq hava limanları fəaliyyətə başlayıb. Hansı rayonlardır? Dedik, Qarabağın hava qapısı adlandırılan ərazi Füzulidir, Zəngilandır. Sonuncusu isə 2025-ci ildə istifadəyə verilən Laçın rayonunun ərazisindədir. 2025-ci ilin mayın 28-də Azərbaycan Respublikasının müstəqillik günündə Laçında da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan iştirakı ilə Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilmişdi. Həmçinin 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iyul ayında verdiyi sərəncamına hər il müvafiq günlərdə şəhərlərin işğaldan azad edildiyi tarixlərdə şəhər günlərinin təntənəli qeyd olunması haqqında sərəncam vermişdi.
2023-cü ilin avqustun 26-sında İlham Əliyev və Mehriban xanım Əliyeva Laçın şəhərinin Azərbaycan ordusunun nəzarətinə keçdiyi ilk il dönümündə Laçın şəhər günü münasibətilə orada təşkil edilmiş bayram şənlikində iştirak etmişdi. Böyük qayıdışa dair ilk dövlət proqramı 2022-2026-cı illəri əhatə edir. Birinci dövlət proqramında 2 əsas istiqamət müəyyənləşdirilmişdi. Hansı istiqamətdir? Əhalinin dayanıqlı məskunlaşdırılması, bir də ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası qeyd edilmişdi. Böyük qayıdışa ilk öncə olaraq başlanğıc 2022-ci ildə Zəngilan rayonunun ərazisinə olmuşdu. 2022-ci ilin iyulunda Ağıllı kənd əsasında tikilən Zəngilan rayonunun Ağalı kəndinə 60 ailənin köçürülməsi ilə böyük qayıdışın ilk addımı atılmış oldu. Həmçinin 2023-cü ilin mayın 28-də Dövlət Müstəqillik günündə Laçın şəhərinə də böyük qayıdış başlamışdı. 2023-cü ilin avqustunda Füzuli şəhərinə ilk ailələr köçürülmüşdü. Həmçinin 2024-cü ilin mayın 8-də isə Şuşa şəhərinə ilk dəfə 20 ailə köçürülmüşdü. 2024-cü ilin yenə də mayın 28-də Xocalıya köç baş vermişdi. 2024-cü ilin fevralında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyevanın iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə memorial abidə kompleksinin təməli qoyulmuşdu. Bu dərsimizlə bağlı bu qədər.